Banan və laymdan hazırlanan smuzinin, yəni qatı kokteylin faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Banan kaliumun ən yaxşı mənbələrindən biridir. Səhərlər yemək üçün çox faydalıdır. Gün ərzində əhvalınızı sabit saxlamağa kömək edir. Laym isə ən sağlam sitrus meyvələrindən biri kimi tanınır. Həzm sistemini gücləndirir və immuniteti möhkəmləndirir. Sizə səhərlər içmək üçün mükəmməl resept təqdim edirəm. Sizi günə başlamaq üçün lazım olan enerji ilə təmin edəcək. Üstəlik, dadı da əladır. Resept. İnqrediyentlər: 200 ml vanilli qatıq, 1 ədəd yetişmiş banan, 2də 1, yəni yarı laymın şirəsi, 2 çay qaşığı çiy bal, 200 ml süd, adi süd, yulaq südü və ya badam südü. Hazırlanma qaydası. Sadəcə bütün inqrediyentləri blenderə qoyun və tam hamar olana qədər qarışdırın. Hər gün səhər yeməyində için. 1 və ya 2 həftədən sonra hormonlarınız bədəndə nizamlanmağa başlayacaq və özünüzü daha enerjili, daha ayıq hiss edəcəksiniz. Əgər istəyirsinizsə, əlavə fayda üçün bir ovuc ispanak yarpağı da əlavə edə bilərsiniz. Çiyələk və ya böğürtən kimi digər sağlam meyvələri əlavə edib öz reseptinizi təcrübədən keçirə bilərsiniz. Süd və qatıq uzun müddət toxluq hissi yaradır, buna görə də gün ərzində ara yeməklərə daha az ehtiyac duyacaqsınız. Bu isə arıqlamağa kömək edə bilər. Əgər vegetariansınızsa, qatığı soya qatığı ilə, balı isə təbii şəkər olan ksilitol ilə əvəz edə bilərsiniz. Bu reseptdə artıq yetişmiş, üstü xallı bananlardan istifadə etməyiniz tövsiyə olunur. Onlar daha şirin olur və orqanizm tərəfindən daha asan həzm edilir. Təbii yuxu üçün bananı qabığı ilə birlikdə qaynadıb içə bilərsiniz. Daha çox şey öyrənmək üçün digər videolarımıza baxın. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamını gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın.